Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə qohumların içərisində bəzilərinin bir-birlərinin işlərinə burun soxmaq, bir-birlərini daimi olaraq həmrəy kimi göstərib, amma düşmən kimi, mənfi enerji ötürmək kimi sensuralar var. Bəzən elə bir dırnaqarası bir hər kəsin qohumunun içərisində bu şəxs ola bilər. Bundan əvvəl video çəkilişlərdə yaxud videoroliklərdə bu haqqda söhbətlər olub. Psixoloji psixiatrist müəyyən fikirlər olubdur. Bilirsiniz ki, bəzi şəxs var, yəni belə deyək, bir şəxsdən söhbət gedir burada. Bir qohum içərisində sənin yasdır, yaxud toydur, xeyir, şər, pis, yaxşı bir iş var. Elə hər kəsin içərisində artistlik, guya bu hamıdan çox can yandırır, amma yanan sənsən orada. Çünki hər kəs görür ki, sən tülküsən, artistlik edirsən kimi metafazaları açıq-aşkar qarşı tərəfdə sezənlər adamlar da olur. Yəni bunun içərisində 10 nəfər varsa, birinə sən tupoysan, sən malsan. O biriləri ən azından görəcək axı. Kör. Və nəticə etibarilə də bu şəxs çoxluğun içərisində daimi olaraq güya tövsiyələr falan, amma əksində sətir altı töhmətlər və adətən bu da nədən qaynaqlanır? Heç zaman bu kimi şəxs insanların həyatda heç bir müsbət nailiyyəti demək olar yoxdur. Ancaq mənfi nailiyyətdir. Ay, gic. Sənin mənfi nailiyyətlərin dolub üst-üstə. Sən qarşı tərəfə hansı müsbətdən bir tövsiyə verəcəksən ki, ancaq sətir altı mənfi situasiyalar yaxud mən sənə hörmətsizlik edeyim, səni saymazlıq edeyim, amma güya can yandırarcasına. Amma burada yanan sənsən. Çünki bunu sezən insanlar olur ki, bu doğru yanaşma deyil. Bu bilərəkdən rola girmədi. Bu kimi insanlardan çalışın hər zaman uzaq olun. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsin, məlumat verə bilərlər.